Misirdə EDEX 2025 Müdafiə və Təhlükəsizlik Sənayesi sərgisi davam edir. Qahirədə keçirilən sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi hərbi təyinatlı məhsullar da nümayiş olunur. Sərgidən son məlumatları hazırda Qahirədən birbaşa bağlantıda olan əməkdaşımız Sabir Bilalov çatdıracaq. Sabir, eşidirik sizi. Bəli, EDEX 2025 davam edir və bu gündə Azərbaycan pavilyonuna maraq böyükdür və hər gün daha da ziyarətçi sayı artır. Biz burada əlamətdar bir neçə hadisə var, onlarla bağlı daha ətraflı məlumatı Ramil bəydən alacağıq. Xoş gördük. Xoş gününüz olsun, təşəkkür edirəm. Bu Afrika qitəsində ilk belə böyük sərgidə ki, Azərbaycan iştirak edir. Ümumiyyətlə, burada məqsəd və səbəb nə ola bilər? Ümumiyyətlə, bugün dünyada müdafiə sənayesi sahəsində böyük rəqabət başlayıb, müxtəlif təyinatlı məhsulları biz ənənəvi olmayan, yəni həmin məhsulların istehsalının tarixi olmayan, istehsal etmədiyi ölkələrdə biz həmin məhsulların istehsalını görürük. Azərbaycan müdafiə sənayesi sektoru özünün özəlliyi ilə, fərqliliyi ilə seçilir. Azərbaycan müdafiə sənayesi həm Sovet standartları əsasında, həm Amerika, NATO standartları əsasında istehsal xətti olan müdafiə sənayesi komplekslərindən biridir və bu baxımdan da Afrika qitəsi üçün bu məhsulların olduqca əhəmiyyəti var. Afrika spesifik bir bölgədir və bu bölgədə əsas tələbat atıcı silahlara və qismən də müasir texnologiyalara əsasında yaradılan məhsullaradır və Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və özəl müdafiə sənayesi müəssisələri bölgənin, regionun tələbatını əsas götürərək məhz bu məhsullarla bu sərgidə iştirak edirlər. Misir bölgənin ən iri dövlətlərindən və tarixi ənənəsi olan dövlətlərindən biridir. Biz bugün burada Azərbaycanın həm pilotsuz uçuş aparatlarına müxtəlif təyinatlı, həm optik termal cihazlara, həmçinin müxtəlif çaplı atıcı silahlara və onların mərmilərinə rast gəlirik. Bunlar həm deyək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində, həmçinin Azərbaycanın müdafiə sənayesinin özəl sektorunda istehsal olunan məhsullardır. Mən hesab edirəm ki, məhz Azərbaycanın bugün bu formada, bu Afrikada iştirak etməsi, Azərbaycan Müdafiə Sənayesi kompleksinin Afrikada bu cür iştirak etməsi, bu olduqca əhəmiyyətli oldu və hesab edirəm ki, buradakı həm Müdafiə Sənayesi Nazirinin, həm də digər müdafiə sənayesi sektoru nümayəndələrinin görüşləri Azərbaycan məhsulunun tanıdılması, təqdim olunması baxımından olduqca əhəmiyyətli hesab olunmalıdır. Çox sağ olun, təşəkkür edirik ətraflı məlumata görə. Bəli, bu sərgi təbii ki, yeni əməkdaşlıqlar, yeni imkanlar açır. Bizim isə bu saata çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirik əməkdaşımıza Sabir. Qahirədən bizimlə birbaşa bağlantıda idi. Müdafiə sənayesi məhsullarının beynəlxalq sərgisindən ətraflı məlumatları bizlə bölüşdü.